Hər vaxtınız xeyir olsun bizim dəyərli Qarabağ azarkeşlərimiz, Qarabağ sevərlərimiz. Son vaxtlar Qarabağ Futbol Klubunun istedadlı oyuncusu Nəriman Axundzadənin Molde klubuna transferi haqqında məlumatlar yayıldı. Bu transfer haqqında bütün detalı ilə siz Qarabağ sevərlərə, Qarabağ azarkeşlərinə son məlumatları çatdırmaq istərdik. Belə ki, artıq Qarabağ Futbol Klubu 27 mart tarixində bu məlumatı təsdiqlədi. Nərimana gələn təklifi. Belə ki, Norveçin Molde klubu Qarabağın hücumçusu Nəriman Axundzadəni transfer etməyi haqqında məlumat yayıb. Bu barədə Qarabağın mətbuat katibi Anar Hacıyev məlumat verib. Anar Hacıyev belə deyib: rəsmi təklif gəlib, klubumuz tərəfindən onlara rəsmi cavab verilib. Bundan sonra geri dönüş olmayıb. Bugün isə onlarda artıq transfer pəncərəsi bağlanır. Daha sonra Molde'nin idman direktoru Nəriman transferi barədə son nöqtəni qoyub. Belə ki, Norveç təmsilçisinin idman direktoru Oystein Nerland Qarabağın və Azərbaycan yığmasının hücumçusu Nəriman Axundzadənin Molde klubuna transferinin baş tutmaması haqqında belə deyib. O açıqlamasında Nəriman Axundzadənin mümkün transferi ilə bağlı yeniliyin olmadığını bildirib. Transfer pəncərəsi bağlandı və hazırda açıq deyil. Bu səbəbdən qarşıdakı aylarda da heyətimizə yeni oyuncu qata bilməyəcəyik. Zamanı gələndə bu məsələyə yenidən baxa bilərik, deyərək Nerland bu fikirləri mətbuata açıqlayıb.